Salam əziz dostlar. Bu videomuzun mövzusu Illustratorda 3D effektləri. Illustratorda 3D effekti yaratmaq üçün biz ya Window menyusundan 3D and Materials pəncərəsini çağırırıq və yaxud da ki Effect, 3D and Materials və buradan istənilən birini seçə bilərik. 3D Classic Illustrator'ın keçmiş versiyalarından qalan şirin xatirədir. Hansının ki içində kifayət qədər maraqlı funksiyalar var, amma bizə bu dəqiqə maraqlı bax yuxarıdakılardır. Yeni 3D funksiyası. İstənilən birini seçək, gəlin elə Extrude and Bevel'dan başlayaq. Aşağıdakı göstəricilərin heç biri aktiv deyil, çünki Illustrator deyir, sən mənə bir dənə baza shape ver, baza deyəndə yəni vektor istənilən bir forma ver və mən sənin üçün tətbiq eləyim 3D effektlərini. Birinci başlayaq plane-dən. Perspektiv verir, müəyyən eksperimental posterlər üçün maraqlı ola bilər, yəni işinə görə, sahəsinə görə. Burada perspektiv verəndən sonra, yəni rotation, X, Y, Z-dən oynaya bilərik. X, Y, Z-də biz bilirik ki, 3D-yə gedəndə artıq 3 ölçü anlayışı gəlir. X, Y və Z koordinatı. Bunun üzərində çox dayanmayacağıq. Özünüz üçün yazı yazıb, nəsə bir forma gətirib eksperiment eləyə bilərsiniz. Bizim üçün maraqlı olan extrude'dur. Extrude. Gəldik, extrude'u bastıq. Bizdə 3D bir forma yarandı. Biz istəsək burada dərinliyi deyə bilərik. Depth. Dərinliyi artırırıq. Twist. Twist eləyə bilirik. Fırlatmaq deyək. Taper. Yaranmış dərinliyi daha iti eləyə bilirik və yaxud da ki qaytarırıq öz yerinə. Sonra burada qapaqlı və qapaqsız. İndi qapaqsızdır. Yaratdığımız kubun qapağı yoxdur. Qapağını qaytarırıq. Növbəti göstərəcəyimiz bölmə bevel, yəni künclərin, kənarların bükülməsi. Qalınlığı ilə oynaya bilirik, eni ilə, hündürlüyü ilə. Təbii ki, əgər biz bunu yumşaqlaşdırmaq istəsək, burada bevel shape, yəni bükülmənin formasını göstərir bizə. Round ola bilər, convex ola bilər, bunların üzərindən gəzirik. Gəlin biz roundda dayanaq. Roundda dayanandan sonra deməli eni ilə oynaya bildik, hündürlüyü ilə oynaya bildik və burada repeat sayı var ki, təkrarların sayı ilə də oynaya bilirik. Mən bir dənə saxlayıram. Düşürük aşağı və burada görürük ki, bevel insight var. Gəlin bu space-də göstərim. Əgər repeat vermişiksə, hər təkrarın arasındakı məsafəni də təyin edə bilirik. Repeatimizi qaytararıq 1-ə və bevel insight içəri bükmək və bevel both sides hər iki tərəfi bevel eləmək. Göstəriciləri yeniləmək istəyiriksə, biz resetə basırıq. Hər şey qayıtdı öz köhnə göstəricilərinə. Növbəti bizdə gəlir rotation. Rotation həm fiqurun rotation'ı, həm də ki kamerada deyə bilərik. Biz buna yəni hansı bucaqdan baxırıq. Illustrator bizə rotation presets, yəni şablonlarında off-axis front, bu bir şablondur, perspektiv view'dur. Öndən perspektiv formada baxırıq. Biz buradan bunu front, bir düz frontal baxmaq seçə bilərik. Back, arxadan baxmaq, işıq düşmür deyəni arxası daha tünd görsənir. Left, right və s. Sonra keçirik off-axis front, bunlara baxdıq. Yenə də perspektiv şəkildə soldan sağdan baxmaq və burada bir də var izometrik left, daha müasir, maraqlı görüntü üçündür. İzometrik view'lar üçün. Aşağıdakı etaplar hələ bizim üçün elə də maraqlı deyil. Ona görə gəlin keçək shape-in özündə müəyyən dəyişikliklər eləməyə. Görüntümüzü, yəni rotation'ı qaytaraq, bizə xoş olacaq formaya. Shape-imə 3D verməyimə baxmayaraq, mən hər zaman shape-imin kənarlarını oval eləyə bilərəm, hündürlüyü ilə oynaya bilərəm və s. Illustrator bizə bu fürsəti verir. Extrude-la tanış olduq, indi keçirik Revolve-a. Revolve-la daha yaxından tanış olmaq üçün, işləmə məntiqini tutmaq üçün gəlin birinci dairədən başlayaq. Dairəni çəkdik, Revolve-u aktiv elədik. Bir dənə bublik yarandı bizdə. Görək Revolve, ümumiyyətlə Revolve məntiqi nədir? Shape-imizin bucaq altında həcm yaradır. Göstəricini tam izləməyimiz üçün gəlin biz bucağımızı minimum eləyək, 0 elədik. Görürsünüz bu bizim əsas base, baza dairəmiz, elementimiz. Və sonra biz onu artırdıqca fikir verirsiniz, onun məntiqi necədir? 360 dərəcə, yəni hissə kimi saxlaya bilərəm və yaxud da ki 360 dərəcə açdıq. Twist indi burada işləməyə bilər. Shape-dən formadan asılıdır, onu yoxlaya bilərsiniz. Taper formamın əvvəlindən qalınlığını saxlayır. Bitməyində onu minimuma endirə bilirəm və yaxud da ki, yəni istədiyim hissədə saxlaya bilirəm. Offsetdəki offseti genişləndirdikcə burada bir şokoladlı simit əldə edirəm.
aşağıdakı funksiyalara gəlin növbəti fiqurumuzda baxaq. Girdik pen tool'a. Pen tool'la özünüz taparsınız. Görün mən nə çəkəcəm. 1, shift basıram, 2, düşürük aşağı, 3, bir dənə də 4, sonra bir dənə də aşağı keçirik. Ya bu gəlin bura 5 və shift basıram ki, Smart Guide mənim başlanğıc yuxarıdakı nöqtəmi tanısın və hop, əla. Təxmini tutdunuz nədir? Mən indi burada Revolve vasitəsilə bir vaza, kurşun yaradacağam. A hərfini basıram, Direct Selection tool'u seçirəm. İstənilən interyerdə belə iti bucaqlar təhlükə mənbəyidir. Ona görə bunu biraz yumşaldırıq. Lap istəsək biraz tutduğumuz kənarları da genişləndirək. Əla. Obyektimiz əlimizin altında, Revolve-u basırıq. Biz istədiyimiz nəticə olmadı. Qəlyana daha çox oxşadım. Çünki biz burada 360 dərəcə yerində yeri gəlmişkən twistə baxaq. Twist, heç cür sözlə başa salınmayacaq bir fırlanma yaratdı burada. Taper'da oynamırıq, bunları bildik və gələ görək biz istədiyimiz qovşanı necə eləyə bilərik. Left edge bizdə direction from, yəni istiqaməti, effektin istiqaməti. Biz bunu buradan seçək, right edge. Nəticəmiz alındı. Offsetlə biz bunun içərisini genişləndirə bilirik. Təbii formamız daha dar olsaydı, offsetlə biz bunun içərisini boşalda bilərdik. Amma yenə də dünya dağılmır. Biz burada nə edə bilərik? Formamıza müdaxilə edə bilərik. Gəldik, pen tool'u götürdük. Buradan bir dənə belə bir əlavə anchor point atdıq. Sonra direct selection tool'la götürürük. Ən küncdəkini çəkirik içəri və təbrik edirəm, bizim qovşunumuz hazır. Növbəti funksiya bizdə gələcək inflate, keçək inflate öyrənməyə. Inflate bizdə burada şar ikonu olan hissədir. Bir düz bucaqlı çəkək, yenə də ona biraz round verək, inflate aktivləşdirək. Görürük ki, bizdə burada bir şirin həcm yarandı. Baxırıq və düşünürük ki, əgər biz bunun hündürlüyünü azaltsaq, buna göy rəng versək, nanəli saqqızımız yarandı. Təbii ki, inflate'in ən çox istifadə yeri qruplaşmış obyektlərləndir. Gəlirik bir düz bucaqlı çəkirik və hətta elə göy rəngimizi saxlaya bilərik. Bunun qıraqlarını round elədik. Bir dənə də onun üzərinə ulduz çəkək, space'i basıram, ortalara gətirirəm. Ulduzumun rəngini sarı verə bilərəm, hətta ağ saxlayaq. Və bunları mən qruplaşdırıram. Ctrl+G qruplaşdırandan sonra inflate'i tətbiq edirik və gördüyünüz nəticə. Illustrator qrup halında olanda shape'lərin bir-birinin kəsişmə hissəsini hamısını qabardır və ayrıca inflate effektini tətbiq eləyir. Təbii ki, əgər yumşaqlıqdan söhbət gedirsə, mən gərək ulduzumun da kənarlarını yumşaq eləyim. Seçirəm ulduzumun kənarlarını və hamısını bax belə yumşaqlaşdırıram. Inflate'i tətbiq eləyəndən sonra təbii ki, burada yenə də dərinliklə oynamaq olur, twistlə oynamaq olur. Bunu hamısını eksperimentlər eləyirik. Taper'la təsir eləyir. Taper'a təbii ki, toxunmuram. Volume görək nədir? Qalxmağı və düşməyi. Misal üçün, volume 0 olsa oldu flat. Volume'u artırıram. Bəli, ortalarda saxlamaq olar. Inflate both sides. Arxanı da inflate eləyir, amma indi bu bizdə görsənmir. Və təbii ki, burada əvvəlki hissələrdən bildiyimiz frontal, off-axis front və s. Görün, biz burada nələr eləmişik. Biz burada nə eləmişik? Taper'ı 0 eləmişik. Taper'ı qaytarırıq və görürük ki, bəs yaxşı, bu niyə fırlanıb? Burada bizim twistimiz də var. Twisti də 0 eləyirik. Belə bir Ctrl- bassaq, belə bir kubumuz yarandı. Obyektlərin başına oyun açandan sonra burada fikir verdiniz object menüsudur. İndi gəlin yüngülcə keçək materialsın üzərindən. Yəni yaratdığımız 3D görüntüyə biz hansı materialları, teksturaları tətbiq eləyə bilərik. Gəlin keçək obyektin funksiyaları ilə tanış olduq. Başlayaq materiallarla tanış olmağa. Base material, yəni istənilən 3D-ni yaradanda Illustrator bizə burada default baza material verir. Üzərində işığı ilə, işığın əks etdirmə xüsusiyyətləri ilə və s. hamısından bir yerdə və bir də bizə aşağıda materiallar kitabxanası təqdim eləyir. Biz, yəni gəlin kompüterimizi incitməmək şərti ilə hətta incidək. Bunu seçək. For high quality output fikir verdinizsə, shape'lərin öz baza rənglərini ignore elədi, hamısına vahid bir material tətbiq elədi, bir-bir üzərində gəzmək olur. Bu, deyəsən, betondur və burada bir abstraksiya yaranır, bir yumşaq beton. Davam edirik. Yenə də shape'imizi seçdik, düşürük aşağı, burada bir soft hammer var. Klik eləyə görə nə effekt verir? Yəqin ki,
ölçümüz, formamızın ölçüsü balacadır deyənə və materialın içindəki tekstura böyüdür deyənə biz burada onu tam dəyərləndirə bilmirik. Klik edirik, qızılını seçirik, o olsun, düşürük aşağı, aşağı, aşağı və yəni gördüyümüz materiallar bizim ixtiyarımızdadır və təbii ki, mən burada hər materiala tətbiq elədikcə shape-imin properties bölməsində bu görsənir. Əgər materialdan imtina eləmək istəyirəmsə, delete-i basıram, gedir. Və yaxud da ki, Ctrl-Z-i basıram və görək. Ardınca materialların içərisində bizim üçün hansı fürsətlər var? Təbii ki, bunların hamısının içində gəzişmək, onları öyrətmək, növbəti ayrıca videoların mövzusu ola bilər. Özünüz də şükür, hamınız məntiqli, ağıllı insanlarsınız. Özünüz də burada müəyyən göstəriciləri edit eləməklə öyrənə bilərsiniz. Misal üçün burada wood color bunun rəngini misal üçün kontrastını göy eləsəm nə dəyişəcək? Bəli, göy rəngdə bizdə burada taxta oldu. Sonra düşürük aşağı görə burada əsas nələri göstərə bilər? Bəli, bunlar hamısı materialların göstəriciləridir. Materiallarla yüngülvari dəyişmək, edit eləmək, onu keçəndən sonra gəlirik, son iki mövzumuz qalıb, lighting və burada render. Keçirik lighting-ə. Ondan öncə gəlin biz əvvəl baza bir material seçək, yenə də baza materialımızı seçirik, gəlirik lighting bölməsinə. Lighting bölməsində bizdə by default görürsünüz sağ küncdən düşən işığı göstərir. Biz burada standart diffuse, yəni yuxarıdan düşən daha yayılmış, yumuşaq işıq əldə edirik. Top left, sol tərəfdən düşəcək işıq, right, sağdan düşəcək. Eləcə də bu şablonları istəmiriksə, biz özümüz burada işığın düşmə bucağını tərpədə bilirik. Biz burada əlavə işıqlar da verə bilirik. Fikir verin, biri misal üçün sağdan, soldan təbii ki, çox yandırır. Əgər yandırırsa, biz buradan işığın intensity, işığın gücünü idarə edə bilirik. Rotation, yəni işığın özünü fırladırıq. Hansı bucaqlardan düşəcək, height, bunlar hamısı 3D proqramlarından gələn və illüstrator üçün gözəl şəkildə adaptasiya olunmuş funksiyalardır. Height, işığın hündürlüyü, işıq yaxındır, uzaqdır, təbii burada öz göstərir. Softness, işığın maksimum yumuşaq düşəcək və yaxud da ki, kölgələrimin sərtliyini görürsünüz. Yəni, işığım nə qədər sərt olsa, təbii ki, kölgələrim daha sərt olur və mənim çox xoşum gəlir bu qarışıq kölgələrdən, bu görüntüdən. Düşürük aşağı intensity işığın voltajını səhv demirəmsə, yəni onu artırmaq, azaltmaq və bir də burada shadows var, shadows'u yandırsaq, giririk çox maraqlı bir bölməyə, behind object, below object. Burada sırf bu görüntüdə shadow özünü yaxşı göstərmir. Biz praktikada shadow ilə daha yaxından tanış olacağıq. Bunu buradan söndürürük. İşığı əlavə eləmək, işığı buradan delete eləmək, hətta seçdiyimiz işığın rəngini dəyişmək, yüngülvari otaq işığı, isti otaq işığı verə bilərik biz bunun üzərinə. Ondan sonra gəlirik buralara, shadow'un funksiyaları idi. Yaranmış nəticəni, bu indi illüstrator bizə bunu bir növ qaralama versiyasında verir. Gəlin biz bunu render eləyək. Render eləmək üçün birbaşa renderdə klik eləyə bilərik və yaxud da ki, renderin buradan funksiyasını seçə bilərik və gəlin buradan seçək Ray Tracing və göstəricini verək high olsun ki, yəni yekun yaranan görüntünü biz hardasa istifadə eləyəcəyik. Render düyməsini basaq. Render düyməsini basırıq və görək. İllüstrator biraz fikirləşir, düşünür və gördüyünüz şirin, dadlı, gözəl bir nəticəni aldıq. Öyrəndiklərimizin hamısının gəlin bir icon hazırlamaqla, o da illüstratorun icon'ı hazırlayaraq tətbiq eləyək. Diqqət, praktika. İxtiyarımızda illüstratorun özümüzün çəkdiyimiz logosu var. Düzbucaqlı çəkib qıraqlarını round eləməyi bilirik. Yazı yazıb illüstratorun şriftinə bənzəsə yetər bizə onu bilirik. Fontumuzun adı Gaduki, bilmirəm sistem fontudur yoxsa yox, yoxlaya bilərsiniz. Düzbucaqlımız, yazımız var. Gəlin ən asandan başlayaq. Seçək, ikisini də burada inflate-i verək. Inflate-i verdik və görürük ki, biz istədiyimiz nəticə alınmayıb. Inflate hər birinə ayrı-ayrılıqda tətbiq olunub. Yadımıza düşür ki, bəli, biz bunu qrup eləməliydik. Ctrl-G. Qrup elədik, inflate-i bastıq və şirin bir görüntü yarandı. Bu şirin görüntünü daha da şirinləşdirmək üçün renderə klik edirik. Renderə klik elədik. Əlavə heç nə ehtiyac yoxdur, superdim. Sadəcə olaraq mən burada sizə materialın bir
xüsusiyyətini göstərmək istəyirəm. Materials pəncərəsinə giririk. Gördüyünüz kimi bizdə default material var, hansının ki üzərində bizim swatch pəncərəsindən verdiyimiz rənglər özünü çox rahat göstərə bilir. Qrupumuzu seçdik, gəlirik burada, düşürük biraz aşağı və görürük ki, roughness və metallic göstəricilər var. Sırf bu default basic materialın göstəriciləridir. Bunun məntiqini tutmaq olduqca asandır. Ümumiyyətlə, əgər hansısa bir xüsusiyyəti bir göstəricinin nəyə təsir elədiyini bilmək istəyiriksə, bu maraqlı bir metoddur. Onu bir maksimuma qaldırırıq. Renderimiz aktivdir. Maksimuma qaldırdıq. Görürük ki, roughness bizdə, yəni maksimum göstəricisi 1-də olanda obyektimiz oldu mat. Yəni üzərində işıq əks oluna bilmir. Bu bir parça material ola bilər, hansının ki üzərinə işıq düşür və yetərincə əks olunmur. Bir də biz bunu minimuma endirsək 0, indi görək nə nəticə verir. İndi də gördünüz ki, burada bir ultra reflection yarandı. Fikir verirsiniz nə qədər burada hesablamalar, nə qədər işıq, kölgə, rənglər və s. Deməli bizə, tutaq ki, bunu istəmiriksə, biz bunu hardasa orta göstəricilərdə saxlaya bilərik. Və yaxşı göstəricimiz olar. Təbii ki, zövqə görə dəyişir. Yəni həmişə 36 saxlamaq ehtiyac yoxdur. Metallic materialımızın daha metallik olmağını, gəlin bu dəfə də bunu 1-ə qaldıraq. Tündləşdirir metallic. 0 da eləyə bilərik. Buralarda bir aşağı göstərilərci də saxlaya bilərik. Bundan razıyıq. Materialı göstərdik. Inflate'imizi tətbiq elədik. İndi isə gəlin biraz çətin, fərqli və öyrənəcəklərimizi daha dərindən tətbiq eləyəcəyimiz bir icon hazırlayaq. Tətbiq elədiyimiz effekti hər zaman biz söndürə bilirik. Yadımızdadır bu köhnə effekt dəstlərindən. Appearance pəncərəsinə gəlirik. Burada 3D and Materials seçirik və onu buradan delete edirik. Qayıtdıq köhnə versiyamıza. İndi gəlin biz buna bir qalınlıq verək. Objekti seçdik. Extrude'u bastıq. Mən istəyirəm ki, Illustrator AI yazısı da burada arxadakı düzbucaqlı ilə bir yerdə qalınlaşsın, amma görürəm ki, yox, qalınlaşmır. Deməli, mən bunları ayrı-ayrı işləməliyəm. Onun üçün Ctrl-Z, Ctrl-Z. Mən bu loqotipimi qrupdan çıxardıram, Ctrl-Shift-G. AI yazısını çəkirəm kənara. Birinci başlayıram düzbucaqlından istədiyim nəticəni əldə eləməyə. Extrude'u basıram. Əla. Extrude'u basandan sonra misal üçün istədiyim qalınlığı əldə elədim. Tutaq ki, qalınlığım budur. Twist, taper bunların heç birinə müdaxilə eləmirəm. Təbii ki, bevel-ı aktivləşdirəcəm. Çünki mənə şirin və daha realistik bir nəticə lazımdır. Klassiklə yox, gedirəm burada roundedla. Rounded eləyəndən sonra bevel-ımın göstəricisini onun eninə azaldıram, hündürlüyünü biraz azaldıram. Rəngim tündür, yəni Illustratorun öz tünd qəhvə rəngini götürmüşəm. Arada biz burada render düyməsinə basıb, yəni bevel özünü necə aparır ona baxa bilərik. Height'ı biraz azaltdıq, tutaq ki, okey. Kompüterimiz donmasın deyə biz bu renderi buradan söndürürük hələlik. Lazım olanda bəzən vaxtına görə yandırıb baxa bilərik. Sonra düşürük aşağı, bevel'ımızı verdik, hamısını tətbiq elədik. İndi gəlirik burada rotation şablonlarına. Gəlin buradan seçək, işimiz asan olsun deyə izometrik bottom və yaxud da ki, bu aşağısına düşdü. İzometrik top. İzometrik top. Bir dənə də renderi basırıq. Görək özünü necə göstərir. Əla. Tam istədiyimizdir. Sadəcə qalınlığımız çoxdur. Dərinliyi çoxdur. Ona görə depthi biraz azaldaq. Burada saxlayaq. Yuvarlaşdırırıq. 25. Enter. Əla. Bura qədər gəldik, çatdıq. Materiallarda təbii materialları izləmək üçün biz render göstəricisini yandırmalıyıq. Render göstəricisini yandırırıq. Burada roughness-ı biraz ortaları da gətirə bilərəm. Yox. Biraz azaldım. Daha parlaq nəticə istəyirəm. Deyəsən elə yaxşı idi. Burada saxlayıram. Metalliki yüngülvari toxuna bilərəm və keçdik işıqlanmaya, lighting. Burada biraz işıqla oynadım. İşığım gəldi, düşdü bura. İşığı bura düşəndən sonra ürəyimdən keçir ki, səni belə eləyim və aşağıda bizdə bir göstərici var idi. Shadows. Shadows'u yandırırıq. Shadows'u yandırdıq. İşığım istəyirəm ki, soldan sağa düşsün. Qalxaq yuxarı, işığımızı soldan sağa salaq. Daha çox yayılmış bir icon kompozisiyası deyə bilərik biz buna. İşığım soldan sağa düşdü, kölgəm yerini dəyişdi. Kölgənin burada xüsusiyyətləri var. Behind object, yəni mənə lazımdır ki, obyektimin altında olsun. Distance from object, əgər mən bunu artırsam, bir növ obyektim
müstəvidən yuxarı qalxmış kimi sayılır. Mənə isə lazımdır ki, bu ideal otursun. Shadow bounds kölgənin, illüstratorun özünün xəyali çəkdiyi kölgənin sərhədləridir. İndi normalda əgər mən bunu azaltsam, fikir verəcəksiniz ki, mənim kölgəm də kəsilməlidir burada. Kəsildi? Hə. Kölgəm kəsildi. Təbii ki, mən bunu obyektimə görə, səhnəmə görə kölgənin sərhədlərini artırıram. Normaldır, əladır, hər şey qaydasındadır. Mənə lazımdır ki, bax buradakı göstəricilərimi sonra tətbiq eləyim bu AI yazımı. Onun üçün burada işıqlarımı daha dəqiq yazmaq istəyərəm. -50, burada 59-u eləyirik 60. Gəl 60. Əla. Renderi söndürürəm ki, kompüterim zəifləməsin. Yox, hələ yanır. Render sön. Əla. Deməli 70, 50, 60, 40, intensity 50, başqa bütün göstəricilər gözəl və distance behind object bunları bildik. İndi mən gəlirəm Illustrator yazısını seçirəm. Bunu Ctrl Shift O eləyirəm. Ctrl Shift O eləyəndən sonra gətirirəm, qoyuram bura. Obyekte gəlirəm, extrude və burada mənim işimə çox yarayacaq. Mənim əvvəldən burada rotation'ımı şablonlardan birini seçmişdim. İzometrik top. Gəlirik AI yazımızı seçirik. Rotation'ı buradan seçirik. İzometrik top. Əla, ideal üstünə oturdu. Mən istəyərəm ki, yazımın kənarlarını cüzi dairələşdirim. Bəli, çox cüzi bir dairə verdim. Ondan sonra ürəyim istəyən kimi mən buna bir qalınlıq da verə bilərəm. Dərinliyi cüzi qaldırım. Bax, bu dərinlik mənim işimə çox yarayır. Əla. Obyektin göstəricilərini, düzbucaqlığın göstəricilərini AI-ma keçirtdim. Bir dənə burada çatışmayan nədir? Mən buna bevel verməmişəm. Bevel da veririk və təbii ki, round eləyib minimum göstəricilərlə bunu editləyirik. Minimum göstəricilərlə oldu. Height-ı da. Height qaydasındaydı. Height-ı saxlayırıq. Ondan sonra gəlirik lighting-ə. Lighting-ə gəlirik. Gəldik, keçdik bura. İşığımızın bucağı, dərəcəsi, onların hamısını götürəcəm düz bucaqlımla. Intensity 70, -50, 60, 40. Yadda saxladıq 70, -50, 60 və 40. Göstəricilərimizi də kopyaladıq. Gəlirik bura. Burada soldan düşürdü. İndi bunun da işığı soldan düşdü. Hamısını çek elədik normal qaydasında və gəlin material. Materialımız burada. Baxırıq. Roughness 39, metalik neçə idi? 0,1. Burada da demək olar eynidirlər, yəni. Demək olar eynidirlər. Bunu da 0,1 də eləyə bilərəm, nə bilim, biraz artıra da bilərik. İndi keçək əsas məsələyə, kölgəmiz. Yazımızı seçdik. Lighting bölməsində düşdük aşağı. Shadow-nu aktivləşdirdik. Təbii ki, indi heç nə görsənmir. Bizə nə lazımdır? Bizə render düyməsini basmaq lazımdır. Biz burada təkcə AI-da yox, həm də düzbucaqlıda render basacağıq. Birinci burada renderi basaq. Necə düşür altdakı müstəviyə onu görmürük deyənə düzbucaqlığımızı da render eləyirik. Aha, düşünür və təbrik edirəm, bizim maraqlı, stilistik, yeməli AI ikonumuz, Illustrator ikonumuz hazır. Video platformalarda Illustrator 3D yazsanız çox maraqlı tutoriallar, maraqlı texnikalar çıxacaq. Bizdə olan 3D material pəncərəsinin funksiyalarını başa düşülən tərzdə açıqlamaq idi. Siz də 3D effekt vasitəsilə maraqlı vizuallar yaradın. Yaxşı alınanları bizlə paylaşın. Biz isə görüşək gələn dərslərdə.